sənayinin güclü əməkdaşlığı Azərbaycanın innovativ gələcəyini formalaşdırır. Bugünkü konferans göründüyü kimi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOBİA'nın təşkilatçılığı, Azərbaycan Texnik Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kaspar Enerji Klubunun birgə təşkilatçılığı ilə keçirilir. Konferansın əsas hədəfi Azərbaycanda universitet sənaye əməkdaşlığının inkişaf etdirilməsi və bu istiqamətdə rəqəmsal alətlərin, rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin yaratdığı imkanları düşünmək və görməkdir. Bu dialoq bugünkü universitet sənaye əməkdaşlığı çərçivəsində forumda əsas hədəf ondan ibarət oldu ki, demək, həm universitet nümayəndələri, biznes nümayəndələri və dövlətin yaratdığı imkanlar daxilində bir araya gəlməli və bu ehtiyacları bir yerdən müzakirə edib bir yerdə həll etməlidir. Bugünkü toplantının temel amacı üniversite sanayi işbirliği alanında fikir alışverişi yapmak. Azerbaycan'da birçok üniversite var. Çok farklı partnerleri bir araya getirerek böyle bir işbirliğinin planlı, programlı bir şekilde nasıl yapılacağına yönelik bir fikir alışverişi yapıyoruz. Bu toplantının temel amacı bu üniversiteden, sanayiden Azerbaycan'da sürdürülebilir, planlı, programlı, stratejisi tam yerine oturmuş, Azerbaycan'ın son 10-15 yıldaki geleceğini belirleyecek üniversite sanayi işbirliği plan ve programını tartışmak ve bir fikir birliğine varmak. Azərbaycan Texnik Universitetindən Kaspar Enerji Klubu arasında artıq uzun illərdir ki, əməkdaşlıq var. Bizim Kaspar Enerji Klubunun üzvləri həm sənaye sektorunu təmsil edənlər, həm logistika, həm IT sektorunun nümayəndələri Azərbaycan Texnik Universitetinin tələbələrlə mütəmadi olaraq görüşlər keçirirlər. Əksər tələbələr o görüşlərdən sonra trening zamanı şirkətlərə əməkdaş kimi cəlb olunur. Orada həm təcrübə keçirlər, həmçinin də bir neçə müddətdən sonra həmin o tələbələr yeni startuplar yaratmağa, yəni ki, maraq göstərirlər.